Hər birini salamlayıram, əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, mən bu günləri sizlərə 9-cu siniflər üçün, yəni bura qeyd edim, 9-cu sinif. 9-cu siniflər üçün ətraflı suallar işləyəcəm və bu suallar əvvəlki illərin imtahanında düşmüş suallardır və siz biləsiniz ki, necə suallar düşür. Çünki demək olar ki, imtahanın 25 sualının 20-21 sualı çox rahat olur, rahat yaza biləcəyiniz suallardır, amma o 4 dənə ətraflı biraz çətin olur. Gərək yüksək bal toplamaq üçün o 4 ətraflını yaxşı yazasınız. Mən də sizlərə dəstək məqsədli bunları işlədəcəm. Bir də sizə onu bildirmək istəyirəm ki, inşallah sabahdan etibarən bizim 9-cu siniflər üçün buraxılış sınaqlar qrupu açılır. Ta imtahana kimi hər gün, yəni bir ay boyunca hər gün sınaq işlənəcək. Orada 30-dan çox sınaq işlənəcək. DİM 20 kitabı da yoxdur, DİM 20 sınaq kitabı. Oradan işlənəcək. Əvvəlki illərin imtahan sualları işlənəcək. Mənim öz şəxsi sınaqlarım var, onlar işlənəcək. Bir də xüsusən ətraflı üçün xüsusi suallar olacaq. Yəni ətrafları həll etmək üçün xüsusi suallar olacaq, onlar işlənəcək. Yəni siz həmin o sınaq qrupuna qoşularaq kiçik bir ödənişlə bir ay ərzində bütün proqramı təkrarlayıb balınızı artıracaqsınız. Özdə elə belə suallar olmayacaq da. Mükəmməl suallar olacaq. Necə ki 11-ci siniflər üçün bunu etdik. İmtahana uyğun suallar işlətdik, gedib yüksək nəticə toplarlar. İnşallah sizə də dəstək olacaq. Yazın bu nömrəyə, qoşulun gecə olmadan, sabahdan etibarən başlayacağıq. Buyurub, iştirak edin və yüksək nəticə toplayın inşallah. İndi gəlin, baxaq, görək. Burada birinci məsələ nədir? Çalışın birinci məsələni, videonu saxlayıb özünüz məsələni işləyəsiniz. Sonra isə izaha baxasınız. Deyir, 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metrdir. Digər mərtəbələrinin hündürlüyü isə 3 metrə bərabərdir. Elə bil ki, 3 dənə müxtəlif bina var. Buna bina kimi təsəvvür edək. 3 dənə müxtəlif, burada yəni ölçülər müxtəlifdir uşaqlar. Yəni, bilmirəm neçədə, amma hamısının birinci mərtəbəsi hamısında neçə metrdir? Yazıb ki, 3 dənə müxtəlif binadır, yəni hündürlükləri fərqli-fərqlidir. Amma deməli, birinci mərtəbəsində 4 metr. Hamısının birinci mərtəbəsi 4 metrdir. Hər birinin dürüncəsi 4 metr. Amma növbəti mərtəbələri isə 3 metrdir. Çünki yazıb digər mərtəbə. Amma neçə mərtəbəlidir bunu bilmirəm. Amma bilirəm ki, növbəti mərtəbələr 3 metrdir. Başa düşdünüz? Bunda da hər biri 3 metrdir. İndi biz bu binanın uzunluğunu tapa bilərik də. Nə var ki, bunu tapmağa? Deməli, yazıb ki, bu binaların hündürlükləri nisbəti 8, 11, 14 şəklindədir. Yəni, tutaq ki, nisbət şəklində veribsə, buna 8K, buna 11K, buna da 14K demək olar da. Çünki binanın hündürlüklərinin nisbəti 8, 11, 14 şəklindədirsə, deməli, bu 8K, 11K, 14K şəklindədir hündürlüklər. Və yazıb ki, hündürlüklərin cəmi 66-dır. Bunları toplayanda 66-ya bərabər olur. Onda 8, 14, 11 neçə eləyir? 4, 1, 5, 25, o da 8. 33K bərabər 66, K da 2-dir. Deməli, onda birinci binanın hündürlüyü nə qədər oldu? Birinci binanın hündürlüyü oldu, K 2-dirsə 8, 2, 16. İkinci binanın hündürlüyü nə qədər oldu? 11-i 2-yə vuranda bunun hündürlüyü oldu 22. Bunda hündürlüyü oldu 2-ni vuranda 14-ə 28. Bunda hündürlüyü oldu 28. K-nı 2 tapmışaq. Binaların hündürlükləri tapıldı. Və bizə də demişdi ki, birinci mərtəbə, hər birinin birinci mərtəbəsi 4 metr. İndi məsələn, bu 16-dırsa, indi burada məsələ nədir? Yazıb ki, hündürlüyü ən böyük olan bina neçə mərtəbəlidir? Hündürlüyü ən böyük olan bina bu 28-dir. İndi bunun birinci mərtəbəsi 4 metrdir. Qalanları da 3-3-dür. 28-dən 4 çıxanda 24. Bu 4-ü niyə çıxıram? Bir dənə 4 var. Qalanların hamısı hər mərtəbə 3 metrdir. 28-dən 4 çıxanda yerdə qalır 24. Deməli, bu 3 mərtəbələr 24-dür. İndi 8 mərtəbə. Fikir, diqqətli ol, çaşma. Bax, birinci mərtəbəsi 4 metrdir. Binanın ümumi hündürlüyü 28-dir. 28-dən 4 çıxanda 24 eləyir. 24 yerdə qalan bu birinci mərtəbəni saymasaq, digərləri 24 metrdir. Hər mərtəbədə 3 metrdir. 24 isə 8. Deməli, 8 mərtəbə var. 8 dənə belə mərtəbə var. O birinci mərtəbəni də sayanda 9 mərtəbəli eləyir. Deməli, onda yazıb ki, ən böyük bina neçə mərtəbəlidir? 9 mərtəbəli. Çünki yenə deyirəm,
3 metr, 3 metr, 3 metr. Bu 8 dənə burada var mərtəbə. 8 üçün 24 metr eləyək. Bir dənə də burada var 4 metr, o da 28 metr. Ümumilikdə də 9 mərtəbədir. Qəşəng sualdır, çətin deyil, amma biraz təbii ki, baş qarışdıran sualdır. Bax, ətraflılarda belə məsələlər gələcək. 1-2 dənə belə məsələ olacaq. Məsələn, bax, bu keçən ilin düşən suallarında, keçən ildir ya 23-də axır ki, son 1-2 ilin düşən suallardır. Məsələn, yazıb alfa və beta qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Qısa konkret. Yəni, qarşılıqlı bucaqlar bunlar deyil. Qarşılıqlı bucaqlar həmişə bir-birinə bərabərdir. Bu da yazıb alfa ilə beta qarşı. Qonşu bucaqların cəmi 180-dir, amma qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Yazıb alfanın dərəcə ölçüsü 10% azaldılıb, betanın dərəcə ölçüsü 60% artırılsa. İndi qulaq as. 10% artıranda, yadda saxlayın, faizi artıranda, yəni 10% artırırsa bu 110 olur. Çünki artanda üstünə gəlmək lazımdır. 110. Alfa vur 110 bölü 100. Yazıb betanı 60% artırılarsa. Üzr istəyirəm. Burada azaldıb deyir. Azaldanda da çıxırsan. Azaldanda çıxırsan. Məsələn, demir alfanın dərəcə ölçüsü 10% azaldırıb. Çıxırsan. 10% azaldırıbsa 100-dən 10 çıxanda 90 edir. 90% bərabərdir. Betanınki isə 60% artırılıb. 60% artırılıbsa 160%-ni tapırsın. Artırılıb bax. Onda bununla bu getdi, bununla bu getdi, bununla da bu getdi. 9 alfa bərabərdir 16 betaya. Bu şəkildə gəldi. İndi burada gör nə yazıb? İndi üzr istəyirəm. Niyə bərabərləşdirdim? Bərabərləşdirmək lazım deyil. Mən sualı tam oxumamışam, sizə izah edirəm. Burada deyir, bunu eləyəndən sonra bunlar qonşu bucaqlar alınır. Qonşu bucaqlar olur. Yəni, alfanı 10% azaldıbsa, alfanı 10% azaldanda 90% olur. Yəni, alfa vur 90 bölü 100. Yəni, bu olur 0,9 alfa olur. Betanı da 60% artıranda 160%-ni tapırsan. Bu da eləyir 1,6 beta. Və bu zaman bunlar qonşu olur. Bunlar qonşu olurlarsa, deməli, bunların cəmi nəyə bərabərdir? Bunların cəmi bərabərdir 180-da. Çünki alfanı 10% azaldır, 0,9 alfa, betanı 60% artırır, 1,6 beta və bu zaman qonşu olurlar. Qonşu olurlarsa cəmləri 180. İndi biz də bilirik ki, alfa betaya bərabərdir. Gətirib burada betanın yerinə alfa qoyanda olacaq 0,9 alfa plus 1,6 alfa. Onda burada da toplayanda bunları elədi. 2,5 alfa bərabər 180. Hər tərəfi 10-a vuranda 25 alfa bərabər 1800. 1800 də 25-ə böləndə 6 25-in 150. 7 25-in 75, 50, 72. Deməli, alfa 72-dir. Beta da elə 72-dir. Bir-birinə bərabər. Cəmləri də 144. Yəni, əvvəlcə alfa ilə beta qarşılıqlı bucaq olduqlarına görə deməli, bir-birinə bərabərdirlər. Amma alfanın 10% azaldıb, betanı da 60% artırandan sonra qonşu olurlarsa, deməli, cəmləri 180-dir. Çünki qonşu olurlar axı, o artırıb azaldandan sonra. Gətirib burada da alfa betaya bərabər olsun. Betanın yerinə alfa yazdım. Oradan alfanı tapdım. Məsələ bitdi. Ehtimal. Bax, bir dənə ehtimal da düşəcək sizə. Yazıb qutuda eyni formalı 16 dənə ağ, 5 dənə qara və x dənə də qırmızı kürə var. Deyir, qutudan təsadüfən bir kürə çıxar. Çox sadə bir ehtimaldır. Siz ehtimalda dərk eləməlisiniz ki, əlverişli halı ümumi hala bölməlisən. Ümumiyyətlə, burada neçə top var? 16, 5, x. Yəni, x plus 21 top var da. Bunların üçünü də toplayanda x plus 21 kürə var. Yəni, ümumilikdə bunların cəmi qədər ümumi hallardır, bütün hallardır. X plus 21 bütün hallardır. Həmişə bütün hallar aşağıda yazılır. Bir dənə kürə seçirlər və o bir dənə kürə qırmızı olsun. Qırmızılar da x dənədir, x. Bunu belə də yazmaq olardı. Bunu belə də yaza bilərsən. Yəni, ümumilikdə x plus 21 kürə var. Seçim məsələləri kombinizonlandır. Yəni, kombinizon x plus 21-də 1. Prosta kombinizona ehtiyac yoxdur. Onsuz da 9-da kombinizonluq bir şey olmur. Əsas bunu dərk eləməlisiniz. Yəni, ümumi hallar nə qədər? Ümumi toplar x plus 21 dənədir. Amma orada çıxarılmış kürənin qırmızı olması üçün qırmızı da x dənədir. Yəni, sizdən soruşulanı, yəni o xüsusi halı bölməlisən ümumi hala. Bu da sənə verib 10-da 3-dür. Çarpaz vuranda
10x bərabərdir 3x plus 3 1-in 3 3 2-nin 6. 7x bərabər 63, x də bərabərdir 9-a. Deməli, onda qutda neçə qırmızı kürə var? 9 dənə. Çünki x 9 idi. Qutda 9 dənə qırmızı kürə var. Vəssalam. Burada da yazıb ABC düzbucaqlı üçbucağında YD AC-yə perpendikulyar, burada 90. Bu oxşarlıq olacaq çox ki. Mən yoxsa baxım hələ bir dənə. BC 7,5-dir. BC 7,5-dir. DY-ni verib bizə. DY-ni verib 3-dür, bura 3-dür. DY 3-dür. AY-ni 5 verib bizə. Bura 5-dir. Və AD-ni bizə verib AD 4-dür. Heç bunu verməsəydi də olardı. Bura 3 verib DY-ni. Buranı 5 verib. Buranı onsuz da sən özün tutursan ki, söhbəti 4-dür. Heç verməsə də olar. Uşaqlar, oxşarlıq sualdır. Bildiyiniz oxşarlıq sualdır. Niyə görə? Mən bir dənə bura alfa desəm, cavab çıxdı. Niyə görə? Bax. AYD üçbucağında alfa var, 90 var. 2 dənə bucaq var. Eləcə də ABC üçbucağına bax. ABC üçbucağında da bir dənə alfa var, bir dənə 90 var. Deməli, bunlar oxşardırlar. Çünki qaydamız var ki, oxşarlıqda bir üçbucağın 2 bucağı, o birisi üçbucağın 2 bucağına bərabərsə, bunlar oxşardır. Bax, burada da var deyənə oxşardır. Onda bura bir beta deyəndə burada nə olacaq? Burada beta olacaq. Çünki o məcbur üçüncü bucaqlar bərabərdir. İndi başlayıb nisbətləri yazırsan. Nisbətləri necə yazacaqsan? Bura bir x deyirəm, bizdən buranı soruşurlar. Məsələn, bu balaca üçbucaqda, A7 üçbucağında 90-ın qabağındakı 5-in, böyük ABC üçbucağında 90-ın qabağında x plus 4-ə nisbəti bərabərdir. Bu balaca üçbucaqda alfanın qabağındakı 3-ün, böyük üçbucaqda alfanın qabağındakı 7,5-ə nisbəti. Belə. Bu 7,5-də, bu 3 belədir. 7,5-də 75 böl 10 deməkdir. 10 yuxarı qalxır, 10 böl 75. Belə olur da. Yəni 7,5 bu deməkdir. Onda 10-u 5-ə böləndə 2, 75-i 5-ə böləndə 15. Sonra 3 ilə də 15 gedir 5. Çarpaz vuranda x plus 4-ü 2-yə vuranda 2x plus 8 bərabər 5, 5-in 25. 2x də bərabərdir 15-dən 8. 17, x də bərabər 8,5. Tabii 8,5. Bax, bu şəkildir. Bu şəkildir. Oxşarlıq. Görürsünüz, 4 dənə ətraflıdır. Halbuki 4-ü də 11-lərin ətraflısından çətindir. 9-ların ətraflısıdır. Yəni 9-larda 20-21 dənə rahat düşür, amma bu ətraflılar biraz çətin düşür. Ehtiyatlı olmaq lazımdır, çox çalışmaq lazımdır. Və inşallah, yenə deyirəm, sınaq qruplarına qoşularaq bunu mükəmməlləşdirə bilərsiniz. Eləcə də deməli, mən də dəstək olmağa çalışacağam. Sağ olun, salamat qalın. Növbəti bu cür dəstək videolarında görüşənədək kanala abunə olub yazmaqda unutmursunuz. Belə videoların gəlməyini istəyirsinizsə bildirin onu. Biz də bilək və çəkək. Sağ olun, salamat qalın.